Ki, verilmiş əmr hansı lent tabına aiddir? Hara qədər bacarsa, ora qədər də gedək. Hansı PowerPoint-la söhbət gedir. Zaten biz burada qısa e, ekranın təsvirinin çəkilməsi görülürsə, avtomatik olaraq ağlımıza nə gəlməlidir? Insert olduğu gəlməlidir də. Şəkli niyə gəlir? Ekran rəsminin çəkilməsi. Aha. Və insertdə bizdə görürsüz. Ha, screenshot əmri. Image bölməsi idi bizdə. Nə idi bizdə? Hə, picture image bölməsi. Bax, görürsüz hardadır? Insert image link qrupu. Lent tab olaraq insertdir. Bizə nəyi soruşur? Lent qrupunu soruşur. Bəli, deməli hardadır? Image-dədir. Zaten şəkil görürüksə, buradan avtomatik çıxmalı idi. Niyə belə özünü apara bilmir? Gələn dəfə botal istəməyəcək. Deyir ki, hansı halda mübadilə feilinə düşür? Biz kat eləyəndə nə olur? Mübadilə feilinə düşür də, sonra gedib paste edirik. Düzdür? Düşür axtarırıq. Kontrol düyməsi ilə basılı halda faili digər qovluğa köç. Kontrol düyməsi ilə basılı saxlayanda olmuyor. Ümumiyyətlə klaviatura düymələrində mübadilə feilinə düşmür. Sürükləyərək gətiririk. Kontrol kopyasını yaradır. Bax, sənədi götürürəm. Kontrol basılı saxlayıram. Görürsüz, buradadır. Copy to. Harasa bir mübadilə feilinə getmir ki, deyəsən ki, hardasa gizləndi, sonra bunu çağıracaq. Sürüklədim, gəldi bura. İkisini də yaratdım, neysə. Davam edirik. Sonra copy və paste əmrini icra edəndə düşür də, kopyalayıram, mübadilə feilinə düşür, sonra hara gətirirəm, sonra paste edirəm. File Explorer pəncərəsində faili sürükləyərək yerinin dəyişdirilməsi. Ay millət, bu sürükləyərək yerini dəyişdirəndə budur da, sürükləyərək yerini dəyişdirməsi. Burada mübadilə feilinə düşür, sizcə düşmür. Sonra seçilmiş fail üzərində Ctrl+C, Ctrl+C kopyalayır da, kopyalayanda düşür. Bəli. Deməli, cavabımız olacaq nə? 1, 3, 5. Kursor cədvəlin istənilən sətrinin sonunda xanada olduqda cədvələ yeni sətrin əlavə olması üçün hansı düymə və ya düymələr kombinasiyasından istifadə olunur? Yeni sətr əlavə etmək istəyirəm. Nədən istifadə edəcəm? Necə tabu? Kursor cədvəlin istənilən sətrin cədvəl yaratmışıq və istənilən sətrin sonunda olduqda cədvələ yeni sətrə əlavə olunması üçün hansı düymə və ya düymə konseptindən istifadə olunur? Nədən? Bəli, biz bunu şeyləmişik. Tab sunucu xanada olanda olur. Bəli, siz onunla qarışdırmışsınız. Bax, Word-ə daxil oluram əslində. Bunu söyləmək istədim. Baxın. Ümumiyyətlə, cədvəllə bağlı şeyimiz var. Mən tabı basdıqca kursor buradadır. Tab basdıqca digərinə keçid edir. Amma diqqət eləsəz sonuncu xanada baxdığınız zaman yeni sətr yaranır. Amma cədvəlin sonuncu sətrində olanda enter basanda yeni sətr yaranır. Oldu. Deməli, cavabımız nə olacaq? Enter. Bir də bununla bağlı şey var idi. Biz sətr və ya sütunu silmək üçün klaviaturadan hansı düymədən istifadə edirik? Bax, bunu seçirəm, klaviaturadan delete basıram, heç bir şey baş vermir. Əgər içərisində yazı varsa, o yazını siləcək, heç bir problemi yoxdur, delete basıram. Amma bəsqə heç basmalıyam ki, neynəsin bu? Silsin. Sonra növbəti sual. 29. Mən tək-tək izah edirdim, növbəti sual nədir? Sonra, biri bu serverdə yerləşən bu fayla müraciət üçün A-dan G-yə bir ünvan özünüz elə bil ki, ünvanlayın. Deməli, biz serverimiz budur. Biz mütləq nə ilə başlamalıyıq, ay millət? Protokol. Protokolumuz da hansıdır bizdə? Deməli, nə ilə başlayamalısın mütləq şəkildə? C ilə. Protokoldan sonra mütləq stəşlər olmalıdır. Sonra server gəlməlidir. Serverin hardadır? C, hardadır bu C? Text. Server. Text.org
Tekst zaten sonra da org gələcək öz avtomatik olaraq. Çünki yuxarıda sənə verib də bu serverdə yerləşdiyin. Sonra da slash olmalıdır biri digərindən ayrılması üçün. Sonra da nədən istifadə edəcək? Fayldan istifadə. FTP genişləməli də zaten özü verib. FTP net. Hansı variantdadır bu? B variantı. Bəli, bəli, faylın adı həmişə sonda olur. Genişlənmə, faylın adı sonunda da genişlənmə. Bunu da zaten izah elədik ki, dedik ki, yoldaşınızın qalıqlığı idi. 30-cu sualı idi da, düsturumuz bu düsturda mütləq şəkildə istifadə edir, yerinə qoya bilərsiniz ya da ki, çoxluqdan istifadə edə bilərsiniz. Bu tarix neçə idi? 48 çıxılsın x. Üstündən yerinə qoyub x15-də başlayır. Amma dedik ki, sizin üçün daha rahat, bax, uzunları bir toplayırsınız, qısaları bir toplayırsınız, doğru cavabı alırsınız. 40 ilə 140-ı toplayan neçə eləyəcək? 180. Bu digərlərini toplayan neçə eləyəcək? 195. 195-dən də 180 çıxanda 15 qaldı. Sonra xarici yaddaşda saxlanılan proqram hansı qrup tərəfindən emal olunur? Ümumiyyətlə, emal edən hansı olacaq? Prosesor, əlbəttə ki, bizim emal edən qrupumuz prosesordur, kompüterin beynidir. RAM bütün proqramlar açıldığı andan etibarən RAM-da olur. Müvəqqəti yaddaşdır. Word-də ən maksimum miqyasımız nə qədərdir? 10, 500-dür. Excel-lə PowerPoint-da 1400-dür. Oldu. 2 abzasa bölmək üçün klaviaturadan hansı düymədən istifadə edirik? Bir abzası 2 abzasa bölmək üçün hansından istifadə edirsiniz? Enterdən, əlbəttə ki. Enteri vuranda öz avtomatik. Ay gənclər, atıram buradayım, heç bax, məndə də hamısı suallardır. Buradayım, düzdür. Enteri basanda növbəti abzası vermir artıq avtomatik olaraq. İki abzasa, bir abzası 2 abzasa bölmək üçün. Deyir ki, əməliyyatlardan hansılar sətrinin, bax, bayaq sizə dediyim, Word-də hansılar sətri cədvəldə silmək üçün istifadə olunur? Nədən istifadə etdik dedik ki? Klaviaturanı seçmək, klaviaturanın hansı düyməsindən? Klaviaturanın və switch düyməsindən istifadə edə bilərsiniz. Bir də deletedən istifadə edə bilmərsən. Başqa? Nə yazmısan sorusu? Mübadilə ferinə qeyd atmaq. Nə yazmısınız box 4-də? Ay millət, siz testi necə yazmısınız? Bəs burada sual verirəm, cavab vermirsən, nətər düzdür? Klaviaturadan, bəs switch, baxın, bastım, silindi. Klaviaturadan delete bastı, silmədi. Bir də nə var idi? Alt delete var idi, düzdür. Alt delete basıram, yenə bu da silinmir. Amma mən mübadilə ferinə görəndə kəsərək deyir yollar. Kəsəndə, yollayanda, kat eləyəndə avtomatik olaraq gedəcək də mübadilə. Kat eləyəndə də silinir. İndi hara gətirib paste eləsəz, gələcək o cədvəldə aşağıya paste olacaq da. Deməli, cavabımız nə olacaq? 3, 4. Səhv çıxır. İndi bax. Əlaqəli cədvəllərdə sahələrin şərtlərini ödəyən yazıların seçilməsi üçün nədən istifadə olunur? Sorğu göndəririk də, bəli, seçim. Deyir ki, gigabaytın 2də 1 hissəsi neçə kilobaytdır? 2də 1 gigabaytımız. Gigabaytdan kilobaytı böyükdən kiçiyə keçəndə vururuq. Neçədir? 220, bu da eləyəcək 219. Yəqin ki, çətin deyil. Bunu səhv yazmışdım, bunda rəqsənə. Ölçü vahidlərini qeyd elədi, özün üçün. Bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt, düzdür. Hardan nəyin arasındadır? Sonra bax. Kilobayt və gigabayt. Bax, kilobayt və gigabayt. Burada 210-dur, burada 210. Deməli, aralarındakı fərq nə qədərdir? 220. Böyükdən kiçiyə də keçəcəyin üçün vurursan da.
Düzdür? 10 yad. 2 vurulsun, 2-də 1 vurulsun 220. Adi reys qaydada həll eləyirəm. Bunu vuranda elə yuxarı 220 olacaq. Burada 201 olacaq. Çıxılır axı böləndə üstlər. 219 qaldı. Bir neçə dənə sətr var. Sətr ancaq nədir? Rəqəmlərdən söhbət gedirdi. 12-dən çıxarsan 7-si neçə qalacaq? Üstünə də 1 gəlməlisin. 5, 6. Ay bala. 3-dən çıxacaqsan 3 üstünə 1 gələcəksən. Neçə eləyəcək? 1. 1 ilə də 6-ını toplayanda neçə eləyəcək? 7. Ya da ki sayırsan əksəni. 7-dən 12-yə qədər bütün rəqəmləri sayırsan. 7, 8, 9, 10, 11, 12. 6, 3, saydım elə birdə də dayandım. Toplayanda 2 dənə sətri 7. Sonra burada deyir ki, C diskində foto adlanan bir qovluq yerləşir və bu qovluqda şəhər qovluğu və onun içərisində Bakı qovluğu yaradılır. Deməli, fotonun içərisində nə yaradıldı? C-də foto yaradıldı. Onun içində şəhər yaradıldı. Şəhərin içində nə yaradıldı? Bakı. Bakının içində nə var? Foto. Tam adı aşağıdakılardan hansı olacaq? E variantı. Fraktal üç ölçülü rastır. Başlıca xassəsi özünə oxşarlığıdır. Bu hansıdır? Fraktal. Fraktal hardadır? Birdə. Ölçülərin bölünməsi onun keyfiyyətinə təsir etmir. Hansıdır bu? Vektora aiddir də, bəli, yoxdur. Vektor, yoxdur. Məşhur proqramlarından biri Mayadır. Bu haradır? Photostil proqramı rasterdir. Əsas foto effektlər, bədii kompozisiyalar yaratmaq üçün istifadə olunur. Nədir? Deməli, cavabımız nə oldu? C variantı. Dəqiq. Say baxırsa yəqin ki. Sistem proqram təminatına aiddir. Bunlardan hansı sistem aiddir? Örtükləri. İnanmırsam biləcək. Düşəcək. Düşər. Deyir ki, aşağıdakilərdən hansılar normal görünüş rejimdə proqram pəncərəsinin işçi oblastına aid deyil. Normal görünüş rejimində nə deyir? Hə, slayd, təqdimatın obrazı, miqyas. Normal görünüş rejimində hansıdır baladım? Və biz slayd açanda normal görünüş rejimdəyik də. Bir deyir ki, bu gördüklərinizdən hansılar burada yoxdur? Strukturu var, başlıqlar var, aşağı hissələrə nəzər yetirilən bir dənə ümumi. İndi gedək görək şeydir. Deyir, bunlar hansı işçi oblastına aid deyil? Hansı aid deyil? Animasiya yoxdur, əlbəttə ki. Anima işinə getməlisən animasiya üçün. Sonra arxa plan oblastı. Nə? Təqdimat oblastı. Slaydları görürsən, miqyas dəyişməni görürsən. Görürük də bunu. İlk açılan zaman. Miqyas buradadır. Not hissəsi buradadır. Bir də nə var idi? Slaydın oblastı da bunlardır da, düzdür. Deməli, cavab nə oldu? 2, 4, 5. Səhv çıxır. Sonra, iyerarxik struktur hansıdır? Qovluqlar. Qovluqlar. O da şeydir, qataran hərəkəti. Cədvəldir, hərəkəti şeydir, iyerarxikdir. Cədvəl adi yazır ki, vaxtı nəsə çıxacaq. O relyasiyadır. O relyasiya modelidir. Cədvəl. Hə. Hərəkət sxemi olsaydı, olacaq iyerarxik. İndi burada cavab nə oldu? A variant. Sonra 512 yəqin ki, ikili say sisteminə keçirə bilmişsiniz, bölə bilmişsiniz. 513. Bu niyə belə eləyir? Mən telefonumu qoyum bura. Onlar özvə gəl. Şey də burada yoxdur. 513-ü 2-nin qüvvət şəklində göstərəm. 2 üstünə kimi yazacağım? 9. Yerdə qaldı nə? 1. Və bu da 2 0. 2 üstü 9 var. 8, 7, 6, 5, 4, 3, 2. 1 yoxdur. Bir də 0 var. 2 dənə nəyi var? 1 var. 3, 6, 8 dənə də nəyi var? 0 var. Nə olacaq? 4 dəfə. Skaner hansı vasitəsilə, nə vasitəsilə qoşulur? USB vasitəsilə qoşulur. Sonra kompüterdə aid olmayanları seç. Hansılardır? Məsələləri. Həlimə.
Həll alqoritmin hazırlanması, nəticələrin təhvil verilməsi 3-ə aiddir. Bəli, 3-ləri çıxdınız ən azı. Sonra həll alqoritmin hazırlanması var. Onsuz heç biri verməyib. Məsələnin qoyuluşu da var, 4 də var. Nəticədən analizi də var. Təsvir üsulunun seçilməsi yoxdur. Proqramlaşdırma dilinin seçilməsi. Həll alqoritmi yaradanda proqramlaşdırma dilini proqram qurma mərhələsində yerinə yetiririk. Sonra 46-da düzgün variantlar. Kompüterin işləmə sürəti onun yaddaşda saxlanıla bilən informasiyanın maksimum miqdarı ilə təyin olunur. İkinci nəsil kompüter transitorlardır. Oxuya da bilmədim. Kompüter söndükdə əməli yaddaşda silinir. Bu düzdür də. Bizdən düzü soruşur da zaten. Bir də düzü. Birinci nəsil kompüterin element bazası elektron vakuumdur. Lampalardır. Sonra məhsuldarlıq yerinə yetirə bildiyi əmrlər sistemidir. Prosesorun yerinə yetirə bildiyi məhsuldarlığı bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayıdır. 3-4. Yəni 3-4 çıxıb. Kompüterin işləmə sürəti onun yaddaşında saxlanıla bilən informasiya maksimum əməliyyat. Bu deyil axı. Kompüterin işləmə sürəti prosesorun takt tezliyindən asılıdır. Takt tezliyi. Bir saniyədə yerinə yetirilən əməliyyatların sayı. Mən də çox möhtəşəm oxuyuram. Görürsünüz axırı. Bunu yəqin yazmısınız. Ölkəsi Amerika olanlar 4, 5, 6, 7. 4, 5, 6, 7. İli də 1965-dən böyük olanlar. 5, 6. 65-dən böyük olanlar. 5, 6, 7. Söz. 65-dən böyük olanlar. Hə. 5, 6, 7. Bunlar bizə nəyi soruşur? Sayını soruşur. Neçə dənədir? 5, 6, 7-də üçünün kəsiməsi söz deyil. Neçə dənə oldu? 3 dənə. Ödəyən şəkilləriniz. Həm ölkəsi Amerika olsun, həm də ki, ili 65-dən böyük olsun. Produkt nədir? Hasilin tapılması deyil. A1. A1-in qiyməti nədir? 5. B1. 15. Hə, bilirəm köçürəcək. Burada neçə alacaq? 50. Deyirəm, amma bunu S2-yə köçür. A1 olduğu kimi qalacaq. Düzdür. Vurulsun. B nə? 2. 75. 5-ə vururuq 15-i. Fon şəkli üçün bunu yadınızdadır. Mən sizə yazdırmışdım, demişdim. Nə idi? Olmur. Siyahı yoxdur. Mərkəzə var idi. Fon şəkli. Detalist yoxdur. Stretch var. Eksizlər var. Full screen ekran var. Title var. Bu var idi eksizlər. Bir dəqiqə. Olmur. Bir hansı variantlarda olmur. Center var mərkəzə. Stretch var. 5 də yoxdur, hə? Eksizlər yoxdur. Bunun əvəzində şey var idi başqa. 6. Bir dənə baxaq. Nə tez gəlir uşaqlar? Personaj. Buradaydı bir dəqiqə. Qaçışdırıyorsunuz. Şəkli hardan qoyurduq? Və personaj göstərib hara gelir, hə? Hə. Background, baxın. Title var, hit var, stretch var, center var, span var. Oldu? Bəli. Cavab indi nə olacaq? 2, 3, 5, 6. Olmurlar axtarır. Title var idi, uyğunluq da vardı, istedim. Müxtəlif topologiyalı eyni protokol olan hansıdır? Bridge, körpü. Çünki yanınızda D hərfi. 2 stansiyalar yoğun fokasil kabel qoşulan hansılardır?
Transceiver, bəli. Çox portlu olub şəbəkə abonentlərini birləşdirir. Hansıdır? Bəli, amma bilirsiniz də, hub necə qurğudur? Ağılsız qurğudur. Switch ağıllı qurğudur. Switch də olsaydı burada götürəcəkdik. Doğru oldu. C, B-dir. Düz yazmadı. Düz yazdım. Hə, nə? Switch daha ağıllıdır da. Şeyə görə... Hə. Hə. Yox, bir var, çox port var. Bir kompüterə neçə dənəsini qoşulur. Məktəbdə falan, universitetdə görürsünüz. Paylamaq üçün istifadə. O səndən onu soruşurdu. Deyir ki, 2022-ci ilin birinci cəhdinə baxırıq millət. 0, 1, 2, 3, 4, 5, 6, 7. 128 üstə gəlinsin 64, üstə gəlinsin 8, üstə gəlinsin 2 üstə 2 neçə eləyir? 4. Cavab neçə eləyəcək? 204. Faylın əsas genişlənməsi hansıdır? ACC-dir bu. Aksesində düzdür. CC-dir bu. Nədir? Belə bilim, yenə nə səhv götürmüsün. Arxiv fayllar hansı? Zip, RAR. Mən də variant axtarmıram, ona vaxtım gedir. Resurs tipinə görə nələrə bölünür? Şəbəkə, lokal. Bu nə işarəsini bildirir? Bəli, haradadır bu cavab? Y var, bəli. Slaydın nümayişini yazır, bəli. Slayd elə bir ki, biz apardıqca recording edir də. Elektron cədvəldə ola bilməz. Nə ola bilməz? Qrafik obyektlər olmaz, bəli. Funksiya, düstur, mətn, həqiqət var, amma şey yoxdur. Kompüterdə periferiya qrupu. Periferiya nədir? Xarici qrup. Bunlardan hansı xarici deyil? Prosesor daxilidir. Ətraflı görünüş almaq üçün, böyük hissəsini, hətta bir neçə səhifəni kiçildilmiş formada göstərmək üçün. Nədir bu? Miqyasdır da, bəli, miqyasdan görürük. Bu xananı nə baş verib ki, birləşdirib? Nə ilə birləşdirə bilirik biz? Bunu bir Merkez ilə birləşdirə bilirik. Bir də gəl yerləşməyib sözü gedə bilir də, özü avtomatik olaraq yazır. Cavablara baxaq. Hansıdadır burada cavablar? 1. Xana sığmırsa avtomatik olaraq keçid edir ora. Bir də özündən sonra gələn iki xananın birləşməsi. Oldu? Sonra 35'te qabarıq ölçülərinə görə hansılara bölünür kompüter? Mini, super, bir də mainframe'lər. Avtomatik olaraq sənəddə qeyd olunması üçün nə etmək lazımdır? Bütün sənədin. Bir var klaviatura düyməsi Ctrl A idi, bir də var mouse'un. Neçə dəfə klikləmək lazımdır? Sol kənarında 3 qat klikləmək. Yoxdur ki. Ver var. Tətbiqi proqram paket dedikdə nə? Tətbiqi proqramlar hansıdır? Mənim konkret məsələmi həll edən istifadə üçün. Bu Word-dür, Excel-dir, tətbiqi paketlər var, odur. Haradadır bu? Müəyyən sinfə aid olan kompleks. Necə? Kompüter əlavə xidmət. Sistem proqram təminatının servis hissəsi var. Servis. Utilitlər var. Liste fragment, backup, system information. Bax ola. İnterfeys əmrli və obyekt yönlü nə edir? İnterfeys imkanlarını genişləndirmək, bu artıq əməliyyat örtüklərdir, bəli. Əməliyyat sistemin işini daha da asanlaşdırır. Elmi konferanslarda biz nə üçün, nəylə istifadə edirik? PowerPoint-da. Şeyləri saydınız, neçə dənə vərəq var? 10, 1-ə böləndə 10, 10 da 2-ə vuranda 30. Yadınıza düşür bu sual. Peki sana yadından çıxır? Bunu saydım, rəqəmlərini saydım. 1, 3, 4, 5, 7, 10, 7, 8, 9, 10, 11, 12. Neçə dənə vərəqim var? 10 dənə. One side olduğuna görə 1-ə böldüm. 10 elədi. Sonra da ən sonunda da kopya sayına vururdum. Aşağısı verilməyib də bizə, daha da yaxşı. Daxil etmə qrupları hansılardır? Skaner, sonra web kamera, diktazer, klaviatura. Protokol nədir? Şəbəkələr ünsiyyət dili deyəndə protokol mən sizə demişəm ki, baxın, aydın universitetə gedirsiniz, imtahan verirsiniz, onun qaydaları var da. Protokol da bu internet
Ailəmin öz qayda qanunlarıdır. Təbii ki, bir-birindən ünsiyyətlidir, birbaşa düşməkdir, qayda qanundur. Bunlar hamısı protokol adlanır. Yəni məhz eynidir də. 42-yə baxaq. Deyir hesab kont nə idi ay millət? Sayırdı. A2-dən başlayır, hər şeyi saymır. Ancaq nəyi sayır? C5-ə qədər. 1, 2, 3, 4, 5, 6. Bəli, bəli, bəli. Windows 11 əməliyyat sisteminin hansı proqramları var? Şeylər. Bax, Spring, bir dəqiqə, nəyi soruşur? Tools əməliyyatlar. Windows Tools'da nələr var? Windows Tools. Ay. Baxın, Task Manager'dir, Control Panel'dir, Tools'da olanlar, Run'dır, bizə buradan düşənlər, WordPad'dır, sonra nə var idi orada? Disk Cleanup'dır, adını çəkdiklərimizdən, Steam Information'dır. Sonra başqa var orada. Məncə yoxdur. Cleanup dedim də onu da. Cavabın nə olacaq? Cleanup var, Task Shoulder var idi. Task Shoulder var idi, sonra Split Tool əmri var idi. Notepad var idi. Ay baba, siz nətər baxırsınız? WordPad var. Aa. Sonra nə var idi? 1. Cavab nə oldu indi? 206. Cavab yoxdur ki. Var, hə, B var. Vaxtımız gedir, biraz tez olun. 44. Elektron hökumətə aid olmayanları seçirik. Olmayanlar. Vətəndaşlar məcbur şəkildə seçkidə iştirak. Biz məcbur şəkildə iştirak edirik. Əlbəttə ki, yox. Necə iştirak edirik? Könüllü şəkildə. Olmayanları. İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi. Sonra istifadəçi sorğusuna əsasən məlumatların axtarılması, əldə edilməsi, sərf olunan vaxtın maksimum artırılması. Maksimum artırılır ki, biz bu qovluqda nədir bu? Nədən istifadə edirik dövlət şeyini? Qov nöqtəsi deyildi, yadımdan çıxdı. MyGov-da aysa. MyGov bizi neyinir? İşimiz daha da asanlaşdırmır, daha zamana qənaət edirik və s. və ilə axır. Dövlət idarəçiliyində sonra texnologiyaların tətbiqini azaltmaqla xərclənən və vəsaitin azaldılması, onların digər sahələrdə istifadəsi hökumətə. Necə? Azərbaycan Respublikasında mövcud qanunvericiliyin tələblərinə riayət etmək. Hansıdır bizdə indi burada? Bəli, bizdə deyir vəsaitin azaldılması, onların digər sahələrdə istifadə, xərclənən vəsaitlərin azaldılması. Biz niyə azaldaq ki, düzdür? Texnologiya artırırlar da. Sonra 3-də də dedikdə nədir? Sərf olunan maksimum artırılmır, maksimum vaxt nə olur? Azalır. Sonra, hansıdır? Bu yəqin ki, bunu bilirsiniz də. Haradadır bu? Word-də. Word proqramına aiddir da. Link qrupu dediyinə görə haradadır? Paragrafdır. Bu nə ilə hesablayıb? Hə, kilobaytla. Vurarsan 1024-də üstə gələsən nəyi? 256-na. Çünki 1 megabaytın 24 kilobayt. Relyasiya haqqında deyir ki, şeyləridir. O birinlərində şey deyərsiniz, baxaram. Nədir? Səhvlərinizə baxaram, yaxşı. Relyasiyada verilənlər bazası haqqında verilmiş fikirlərdən səhv olanları müəyyən edin. Struktur elementləri fayl, sahə və yazılardır. Yazı dedikdə cədvəlin sütunu başa düşülür. Sətr. Nisbət kortej adlanan elementlər çoxluğudur. Nisbət kortej sətirdir, nisbət də cədvəldir. Nisbətin gücü domenlərin sayıdır. Gücü domenin sayıdır, yoxsa
Domen sütundur. Nisbətin gücü sətirdir. Relyasiya hesablamaları əsasında dillər qeyri-prosedur dillərdir. Biz verbiya dilindən istifadə edirik. O qeyri-prosedurdur. Hər bir sahənin unikal xüsusiyyəti onun uzunluğudur. Altı diyoruz. Aha. 16. Cavab nə oldu? 4 6. Unikal adı olmalıdır bu heç. Sonra ikini seçmişdik. Onda verbiya dilindən istifadə edirik də qeyri-prosedur dildir. Cavabımız nə oldu? 2, 4, 6. Həll olanları seçin. Kompüter məsələsində. Bu yenə düşdü. Nədir burada cavab? 2 4 2, 4 5. proqram tərtibi. Sonra 49-da gör nə qəşəng sualdır. Deyir ki, bu qədər sürətlə ötürülür. Nəysə, sual da oxumuram məndə. Verilmənin ötürülmə sürəti bu qədərdir. Bu dəqiqə ərzində fail ötürülür. Unicode standartında hazırlanmış bu mətn failin hər hansı bir səhifəsində bu qədər simvol olarsa, Birinci səhifəsini tapır. birinci həcmi tapaq. Gedək bu həcmi tapaq. Hansı düsturdan istifadə edəcəm? Sürət vurulsun. Amma ay millət, biz zamanı həmişə demişik nə ilə tapmalıyıq? Onda 2 dəqiqəni çevirəcəm. 2 dəqiqə olacaq. 120 saniyə. Vururam 120-yə. Və bu tapdığınızda kilo bitlədir. Bitə keçirək birbaşa. Kilo bitdən də bitə keçəndə nəyə vururuq? Böyle bir səhifəsini vurup 24'e vurup fail alıyor. Ola bilər. Hələ birinci kilo bitə keçirək. Vuracaq 2 stona, düzdür? Bitdən də bayta. Bunların hər biri nə oldu? Bit. Bitdən də bayta keçəndə nəyə bölürük? 2 üstü 3-ə. İndi bunu hesablayanda nə almışdınız? Ama bu bölmüş 24 səhifə. Tamam, 6-nı 12-yə vuran neçə eləyir onu de mənə. 72. 72, 0, 0 vurulsun. İxtisar gedəndə də 2 üstü 7. Bu mənim oldu həcmim. Çünki mən düsturda yerinə qoymaq istəyirəm axı. Həcm bərabərdir. Simvol vurulsun, səhifə vurulsun, sətr vurulsun, Unicode 2 var. Düzdür? İndi mənə deyir ki, hər səhifəsi verir. Mənə səhifəni axtar. Həcm bizdə 7200 vurulsun 2 üstü 7 baytdır. Səhifəm 1440-dır və harada kodlaşdırılıb bu? Unicode-da 2 baytdır. Və x axtarıram. X də bərabər olacaq. X-in yanında olanlar düşür aşağı. 1440 vurulsun 2 bayta. Yuxarıda da 7200 vurulsun 2 üstü 7. Avtomatik olaraq bu 0-ın biri ilə bu 0 getdi. 700 sar 5-ə gedir. Neçə qalır? 5 24. Birbaşa gedir. Sar gedəndə nə qaldı burada? 5. Burada da sar getdi. 5 vurulsun 64. Bu da neçə eləyəcək? 220. Oldu? Digər məsələ bundan da asandır. Bu arada nəzərinizə alın ki, bu tipli məsələlər düşür. Düsturumuz nə idi? A vurulsun, B vurulsun, N düsturu. Düzdür. Nöqtə nədir? 40 vurulsun, 60 vurulsun. N-də nə qədər olacaq? Bölürəm. Cavabı ay millət. Baytla tapaq. Bir dəqiqə üzr istəyirəm. Bəli, müəllimə. Salam, sağ olun, necəsiniz? Yox, müəllimə, mən sistemdən keçməmişim. Bu yazmışdınız da müəllimə mənə. Yox, hələ gəlmədi axı. Hələ çağırmayıblar. Olar. Aha, yaxşı. Yaxşı, müəllimə. Yaxşı, oldu müəllimə. Neçə elədi bura? 8-ə də böldük, bayta çevirdi. 2400 bayt oldu. Sonra 20 vurulsun 20. Ağqarada neçə bitdi? 1 bitdi. Bölürəm. Bu eləyir 400 bit eləyir. Bayt var burada. Aşağı bayt yoxdur, ona görə saxlayıram. Burada da 40 vurulsun 80. Yenə ağqarada nəyə vururuq? 1 bitə. Bu da eləyəcək 3200. Nə? Bit. Bu arada diqqət edirsə, baytla da yoxlayın. Məsələn, 40-ı bölürəm 8-ə, bəlkə digər variant da var. O AB-yə görə bal itirirsə axı. Yoxdur. 3200 də təzədən bayta çevirin. Çünki cavablar həm bitlə verilib bayta. 8-ə böləndə neçə düşür? 400 bayt var. Görürsünüz, deməli həm 3200 bayt bitdi,
Həm də eyni zamanda nədir bu? 400 bayt. İkisinə getdi. Yoxdur. Açı. A, bit yox imiş heç. Ay, bir də diqqət edin. Məsələn, mən belə şeylərdə çox səhv eləyən biriyim. İndi